Gördüyünüz kimi bu səfər sizi maşından salamlayıram. Yoldaşımla birlikdə, özü də oxuya-oxuya Qusara qonaq gedirik. Amma yolda bildik ki, Qusardan nişana gedirik. Qusara pullu yolla getdik, ən rahatı odur. Baldızımın oğlu da bizlə getdi. Biz isə sərhədə çatmamış döndük sola. Yolumuz düz Tahir kəndinə. Biz elə burada bildik ki, sən də mən nişana gedirik və yoldaşım maşına qırmızı lent bağladı. Sonra biz kartejin hamısını gəlməyini gözlədik. Qohumların yığışmağını. Fuad da buradan sizi salamlayır. Bu arada rəylərdə çox yazırsınız. Yox qızlar, Qusarlı deyiləm, ləzgi deyiləm. Yəni qohumluğumuz yoxdur. Ailəvi dostlarımızdır. Və gəlib çatdıq qız evinə, naz evinə. Qohumlar da xonçalarını götürüb, öpüşüb, görüşüb, təbrik edib gedirlər evə. Hər kəs gəlini təbrik etdi, bəy də ən axırda təşrif buyurdu. Gülləri gəlinə verdi. İkisi də çox utanırdı. Allah onları çox xoşbəxt eləsin. Tort da istidən çatlamışdı. Tək ürəkləriniz bir olsun. Gəlinin baldızı da bal şəkər olsun. Üzüklərini təqdim etdi və subaylığa son. Xoş gəldin, evli, mutlu, çocuklu. Baldız da bal sözləri ilə təbrik etdi. Kəlağayı çiyninə atdı. Bəylə gəlin tortlarını kəsib bir-birini təbrik etdilər. Həyatınız da bu tort kimi şipşirin olsun. Konfetlər də paylandı. Mənim də fikrimi qızın qeyri-adi adı cəlb elədi. Rumina. İlk dəfə də eşitdim bu adı. Siz eşitmisiniz? Yoxsa ləzgilərə aiddir bu ad? Laləm də yerdə şar gördü. İcazə verəndən sonra başladı oynamağa. Həyətə də düşdülər. Bütün şarları partladılar. Bacısı ilə oynadılar. Rəsula da maşından sumkamı gətirməyini xahiş etdim. Həyətdə qadınlar da yeməkləri qablara töküb raxlayırdılar. Həyəti gəzdikdən sonra gəldim, çay içdim, yemək yedik. Balaca qızım da məni cəmaatın gəlini kimi sakit oturmağa qoymadı. El aləmi gəzirdi. Mən də arxasıca ziyanlıq verməsin. Dağdan gələn soyuq suyla əllərini yudu. Sonra da getdik bağa. Uşaqlarla oynadıq. Traktorun pritsepinə çıxdılar. Lalə də professionallıqla traktor sürdü. Baxdım lap öz uşaqlığım yadıma düşdü. Yadıma gəlir uşaqlıqda babamın yaşıl 06-sı var idi. Oturub oynayırdım. Düşünürdüm ki, maşını sürürəm. Lalə ilə evə qalxmaq istəyirdim ki, gördüm gilas ağacı, üstündə də meyvələri. Dedim biraz video çəkeyim, gilas yediyimi görsədim. Laləni də əlbəttə ki, unutmadım. Lalə əlbəttə ki, yığıldı, əllərini buladı. Mənə də deyir, bunu sil. Qardaş da kişilərin yanında oturmuşdu. Bacısını görüb qaçdı yanına. Bacısı ilə həyəti gəzdilər. Toyuqlara baxdılar. Əlbəttə ki, günə baxanları da çəkməyə bilməzdim. Həyətdə şəftəli ağacı da var idi. Və Lalənin sevdiyi çiyələk, ətri çox gözəl idi. Lalənin payını deyəsən saxlamışdılar. 2 dənə qalmışdı. Bir sözlə vaxtımızı çox gözəl keçirdik, əyləndik. Mən də həmişəki kimi vlog çəkdim. Hamıyla sağollaşdıq və getdik Fuad ilə. Onlarda da tamam ayrı vlog çəkdim. İzləməkdə qalın.